Yamalın qənimi, ikinci qənimi tapıldı deyə bilərik. Nuno Mendes ona həyata baş salmışdı. Carreras biraz təəccüblü. Bir də onu çox stabilləşdirə bilmir. Adarabioya oynayır, Çalaba oynayır, belə tam tutuzdura da bilmir o ikilini. Onda da Mesut kimi sonradan açıqlama verirlər ki, biz 6 dənə Zamen oyunçusu ilə O temadır amma. O dəhşət. O haqqında danışır. Arnesot haqqında danışır. Sənə də gələcək yarın var. Ki normal Söyləsin, bax qulaq. ki normal oyun oynamamışsınız da qardaş. Duysa. Hər kəs salam. TikTok onlayındasınız. 12-ci Playmaker-ın bir yerdəyik. Rəsuldur, Caviddir, yüksək enerjimiz var, hər şey yerindədir. İzləyicilərdən xahiş eləyək, tez başlamaz və orada 2-3 dənə düymə var. Abunə oldu, like-dır. Onlara basdıqsa başlayırıq. Əsas dostlar, Cavid necəsən, nə var, nə yox? Bir seriyadır səni görmürük də, bir seriyadır səni görmürük. İzləyicilərimizə darıxıblar sənin üçün. Altda yazırlar Caviddən. Əsas sən necəsən? Əlayam. Bax, Əlasan. ki, komandam uduzub, amma vəziyyət yaxşıdır. Bax elə komandam demişkən El Clasico'dan mütləq şəkildə danışmalıyıq. 2-1-lik qalibiyyət, Cavid bir qalib tərəfin formasını geymisən. Düşünsək ki, Barcelona Real Madrid ikisinin arasında qalanda sən Real Madrid daha çox simpatiya bəsləyirsən. Biraz bu fikirlərini bildirib bizə El Clasico haqqında. 2-1'lik hesab oldu. Bu 2-1'lik hesabın qısa özəti olsa belə deyərdim. Real Madrid demək olar ki, birinci time'ı full qazandı. Bütün oyunu pressing eləyirdi və bütün oyunu dominasiya eləyirdi. Oyun Realdaydı bu arada. Amma bir dənə Arda Gülənin səhvinə görə 1-1 oldu hesab. 1-0 açmışdı Real sahada. Oyda birbaşa Arda Güler səhvi. Bəli, o yandırdı bizi. Çünki heç oyunun gedişatına əsasən qol olmamışdı. Barsa özü də gözləmirdi ki, belə bir qol vuracaq. 1-1 oldu time'a və ondan sonra ikinci isə yenə də Real dominasiya eləyirdi və yenə də Barcelona'da heç nə alınmırdı. Hesab da oldu 2-1. Hətta penal da qazandı Real. Şestin oldu. Halal olsun. Şestin qəşəng oynadı. Bir şey söhbəti gedir. Müasir futbolda penaltini o vuran mı qaçırdır yoxsa qapısı mı tutur? Biraz müzakirəli məsələdir. Dovikin söhbətindən də danışmışdıq. Sanki elə bir penal idi ki, Şezin tutmadı, Mbappé qaçırdı. Pis vurdu penalı. Yəni o qədər ortaya yaxın vurdu. Hə. Amma yenə də Şesni söndü də, yəni tullandı. O biri tərəfə də tullandı. Əlbəttə, ya Şezini aşağı kimi görülür bəzi müqayisələrdə, amma əla məşqçidir. Qapıçı da estağfurullah. Neçə vaxt danışmırıq bizim sevimlimiz var, Yamaldan danışaq Rəsul. Amma bu dəfə bu meydançanın daxilindəki Yamaldan biraz danışaq. Nə oldu? Yamalın qənimi, ikinci qənimi tapıldı deyə bilərik. Nuno Mendes ona həyata baş salmışdı. Carreras biraz təəccüblü idi. Laminin ən böyük qənimi özüdür və atasıdır. Bu hisdir ki, belədir. Bu ilə artıq ikinci dəfədir ki. PSG ilə oyunda da və Real'la oyunda da Lamine Yamal sadəcə olaraq qarşısındakı rəqibi keçməyə oyuna çıxmışdı. Oyunu qazanmağı düşünmürdü. Mübarizəni, yəni həmin oyunçuyla kimlə ki mübarizə aparacağı, onu qazanmağı oynayırdı, komandaya oynamırdı. Və ona görə də sıfır nəticə göstərdi. Oyun ərzində çox dəhşət pis oynadı, bərbad oynadı. Həm bərbad oynamağı bir kənara, ola bilər ki, oyunun alınmasın. Adam həm həvəsdən düşdü, həm də komandanı həvəsdən saldı. Ümumiyyətlə son zamanlarda izlədiyim ən bərbad oyunu idi və çox pis idi. Gülünc haldı ki, Real Madrid sadəcə 2-1 utdu bu oyunu. Yəni mən 4-5-1 gözləyirdim. Amma eləyə bilmədilər. Bir də niyəsə Real Madrid də razı idi 2-1-ə. Yəni ikinci hissə dominasiya davam edir dediyin əslində, amma ikinci hissə çox sakit, belə kontrollu bir oyun gedir. Yəni kontrol edirdi də, daimi olaraq hücum eləmirdi. Sanki razı idi ki, 2-1-dən udaq, bəs. Məncə onun sizin nə təsiri var artıq? Bu müasir futbol çoxdaq oyunlar. Məsələn 2 gün sonra yeni oyun var, 3 gün sonra yeni oyun var. Ona görə artıq enerji sahib. Yəni inanılmaz bir dominasiya artıq gözləməyək. Futbolçular da zaten bundan şikayətlənirlər çox uzun müddətdir. Bu şikayətlənmək demişkən, oyundan qabaq təbii ki bu Yamal ancaq meydançanın içində danışa bilmərik. Oyundan qabaq Lamine Yamal Pique ilə bir müsabiqəyə qatılmışdı. Daha doğrusu Pique'nin verilişinə qatılmışdı deyək. Orada xəbər verir ki, Real Madrid davamlı şəkildə oğurluq eləyir və şikayət eləyir. Yəni belə bir şey, belə bir açıqlama vermişdi. Bu Yamalın bu açıqlaması Real Madrid futbolçularının xəttinə dəydi. Səncə bu qədər belə ambisiyalı oynayırdılar? 100% ki, xətirlərinə dəydi və hətta oyundan sonra da gördünüz, oyun bitər bitməz Carvajal falan baxmayaraq ki, eyni komandada bu adamlar Avropa çempionu oldular və üzə gəldilər. Yəni sən 18 yaşlı bir oyunçusansa, Real Madrid haqqında elə danışmamalısan. Elə ki, yəni danışdığın komanda da Real Madriddir də və həmin o Real Madridin əfsanəvi
Yəni yeni nəslin əfsanələri sayıla biləcək Valverde, Bellingham, Mbappe, Vinicius'un özü də çox gözəl oyun sərgilədilər. İstər həm mübarizə apardılar, həm də gərginliyi özlərinə apardılar ki, yəni Lamine belə onlarla mübarizəyə girəndə bilərəkdən belə sərt oynayırdılar. Hər hərəkətlərində motivasiya verirdilər. Tamam. Okey, bəs bir də belə bir şey soruşum səndən. Sənin ən sevimli yarım müdafiəçin Pedri'dir. Amma Pedri bu oyunda siz bir video qabaq təriflədik biz onu. 2 gün qalmır ya Allah. Maşallah. Həqiqətən qışı yaşamır. Zavarni 1, Pedri 2. Pedri niyə qırmızı aldı? Niyə Pedri hisslənici ol verə bilmədi? Nə oldu Pedri'yə? Rəsul. Pedri dəhşət zəif oynadı. Yəni heç bu qədər belə bir oyun gözləmirdi. Bellingham'ı da pis tutdu saxladı. Hücuma gedəndə. Və oyunun gərginliyini də öz üzərinə götürdü. Məncə Pedri kimi sakit bir oyunçu qırmızı kart aldı da. Yəni bu çox az təəccüblüdür. Hə, təbii ki. Qırmızı kart aldı. Bilmirəm burada bəlkə oyun daxili Real Madrid futbolçularının ona etdiyi təzyiqlər də ola bilər ki, bunu belə qırmızı kart gördü. Amma çox zəif oynadı, çox pis oynadı və hətta ondan asılı deyildi hardasa. Yəni tamam tək Pedri ilə düzəlmirdi. Komanda ümumi yox idi. Sadəcə Şezni var idi meydanda. Flick'in olmaması təsir elədi. Yoxsa ucuz bəhanə? Ucuz bəhanə. Ucuz bəhanə. Ucuz bəhanə. Tamam. Rafinha'nın olmaması təsir elədi məncə. Ha, Rafinha. Rashford yoxluğunu hiss elətdirmir sən Rafinha'nın. Elətdirdi də. Elətdir də. Elətdirmiş. Tamam. Oyunun yarım müdafiəsindən hücuma kömək edən oyunçudur, yəni unikal oyunçudur. Düzdür, daha oyun qurucu bir winger kimi winger oynayır, amma o həmişə ortaya meylənən winger orada. Oyun qurucu winger kimi oynayır. Yəni möhtəşəm oyunçudur. Tamam. Onda sənə belə bir pas atıram. Vinicius Junior'un oyundan çıxanda bir hərəkəti var idi. Xavi Alonso onun bir açıqlamasını ver görək bizə nə olub orada. Niyə belə bir şey yaşandı? Yəni birinci dəfə baxanda oyunda Vinicius'a dedim ki, niyə belə bir şey edirsən? Yəni sən dünyanın nömrə 1 klubundasan və bu klubun 80 dəqiqə oynamağın belə sənin üçün böyük bir şeydir də həqiqətən. Amma oyundan sonra baxdım ki, Vinicius nə edib oyunda? Çox ümumiyyətlə bol statistikaları vardı. 8 dənə keçidləri olsun, top qaytarmalar olsun, hücum potensial təhlükəli hücumlar olsun və təsəvvür elə 70-ci dəqiqələrdə çıxdı da. 70 neçə dəqiqə oynayırsan. 60-larda çıxdı sanki. 70 neçə idi. Tamam. Və hiss edirsən ki, vuracam. O hissiyat gəlirsən ki, mən gol vuracam. Aha. Barselonaya qarşı vuracam, 3-1 eləyəcəm, nöqtəni qoyacam, mən olacam günün oyunçusu. Qəhrəmanı. Və tamam. Bellinghamdan sonra ən yaxşı oyunçu Vinicius idi bu arada. Sən hiss edirsən ki, formun zirvəsindəsən və ondan sonra səni çıxardırlar oyundan. Əsəbləşdi orada ki, bəs məni niyə çıxardırsın? Nə dərəcə düzgündür. Və yorulmamışdı deyə də düşünürəm. Çünki hiss olunmurdu ki, oyunda yorulub. Yəni pressing eləyirdi. Ondan sonra çıxartdılar. Orada biraz haqq verdim, amma yenə də elə bir reaksiya. Zaten elə reaksiya verib gedir, sonra təzədən qayıdır və sakit-sakit gəl şey. Məncə orada Xavi Alonso kimsə göndərdi ora ki, "Get onu qaytarın." Onun başına oyundan sonra Xavi Alonso dedi ki, mən Vini ilə birə-bir danışacağam. Yəni zaten şey gözləməyək də mətbuatın qabağında öz oyunçusunu xərcləyən deyil ki, bu qədər rahat. Bir də yəni Vinicius'a ehtiyacı yoxdur Real Madridin kimi düşünə bilərik də. Tamam, Real Madrid ən böyükdür və mükəmməl oyunçu tapa bilər. Amma elə də düşünmək lazım deyil. Əlbəttə ki, heç bir oyunçunu itirmək müsbət yanaşılan bir şey deyil. Təbii. Bir də belə bir məsələ var Cavid. Carvalho yenə zədələndi. Zədədən təzə qayıtmışdı. Çıxdı, El Clasico'da oynadığı müddətdə də qəşəng oynadı, kontrollu oynadı. Sən demiş Yamalı zərərsizləşdirdi bir növ, mental olaraq da zərərsizləşdirdi. Deməli belə bir məsələ var. Bu vaxt danışmaq istəyirəm sizdən. Çempionlar Liqasında son 5 mövsümün finalının MVP-si seçilən oyunçular, yəni bütün son 5 sezonu fikirləşin. Hamısı 1 il içində zədələniblər. Bax, istisnasız hamısı. Hətta ən son finalın MVP-si Desire Doué seçilmişdi. Bu həftə Desire Doué də zədələndi. Lorient oyunda zədələndi və xələtdə çıxmaq məcburiyyətində qaldı da oyundan da. Sizcə nədir problem? Səndən başlayaq Rəzavid danışmışam. Bu qədər futbolçular niyə zədələnirlər? Özü keçmişə baxanda sanki indi futbolçu daha çox zədələnir. Bilmirəm. Bu oyunların sayının çox olması ilə bağlıdır, yoxsa yeni futbolçular özlərinə daha az baxırlar? Daha az baxmırlar. Ümumiyyətlə tibb inkişaf eləyir, yeməklər inkişaf eləyir, dietoloqlar falan, yüksək səviyyədə dietoloqlar gəlir. İnsan bədəni daha möhkəm olur. Amma oynadığı oyunların sayı anormaldır. Yəni sən gəlsən Millətlər Liqasında oynayırsan, gəlsən burada liqada oynayırsan, kubokda oynayırsan. O milli oyunları lap belə 1 qram lazımlı bir şey deyil. Başa düşdün? O qədər rahat silərəm ki o milli oyunları. Nations League falan da. Orada belə bir münaqişəli mövzu yaranır. Millinin məqsədidir ki, mən bu oyunçunu oynadacağam, amma
klubun oyunçusu deyir ki, oynatma da. Yəni önəmli deyil də. Görüş oyunu oynayırsan, nə bilim, Millətlər Liqası oynayırsan. Niyə bunu oynadırsan? Nə bilim, San Marino oynayır. O qədər olub ki, mənasız klublarla oynayıblar və yaxşı oyunçu zədələnib. Oyunçunun zədələnməyi ancaq şeyə təsir eləmir, sonraki oyuna təsir eləmir. Bu mediasına da təsir eləyir, stadiona gələnlərin sayına da təsir eləyir. Nə qədər adam Yamala görə gəlir oyuna, Rafinha'ya görə gəlir. Onlar oyunda yoxdursa, adamların da sayı azalır. Gəlirə bu təsir eləyir. Gəlirə təsir, yəni çox şeyə təsir eləyir. Hər oyun qazanmamaq nə qədər şeyə təsir eləyir. Realla uduzdular, yenə də biraz düşdülər gördüyün kimi. Yəni belə oyunçuların bu qədər zədələnməsinin bir dənə səbəbi var. O da oyunların sayının aşırı çox olmasıdır. Məsələn, Pedri'nin belə bir sözü var. Deyir ki, qoy çox oyun olsun, onsuz da mən çox oyun olanda forumda olurum. Amma biz gördük ki, Real Barcelona'da Pedri formda değildi, yorulmuşdu. Həm mental olaraq yorulmuşdu, həm də ki fizik olaraq yorulmuşdu. Axırdakı qırmızı isyan idi də, elə ki, gedirəm. Bir gün, bir oyunluq mənim bu boş buraxın, mən gedirəm. Dincəlim gəlim bir şey. Tamam, sən necə fikirləşsə qatılırsan Cavid? Yox, əsla qatılmıram. Yəni burada Nə? Cavid əsasən ortaya qoyur ki, deməli millinin məşqçisi oynatmaq istəyir, klubun məşqçisi deyir ki, oynatma. Bu millinin və ya klubun məşqçisi arasında olan bir şey deyil də. Bu qayda var, bu təsdiqlənib bu qədər oyun və bir oyunçu öz klubundan daha çox öz millisi üçün oynamalıdır. Və məncə məsəl üçün atıram da, Mbappé'nin San Marino'ya qarşı oynaması daha vacibdir. Çünki öz millətini təmsil edir orada. Nəinki Barcelona'ya və ya Real'a qarşı hansı oynanması. turnirdə təmsil eləyir? Fərqi yoxdur. Necə Bunu təsdiqlənibsə, bu Dünya olmalıdır. çempionatı deyil, Avropa çempionatı deyil. Görüş oyunda nə mənası var? Tamam. Sən oyun vacibliyindən çox komandaların vacibliyinə önəm verirsən. Millinin vacibliyini önə çıxardıram. Tamam. Klublararası dünya çempionatı səncə vacib turnirdir? Xeyr, təbii Tamam. ki. Məsələn, orada Musiala zədələndi də. Bəli. Yeri gələndə orada da klublar oynayırdı. Bəli, o da mənasız turnirdir və orada Onda da biz əsas oyunçular, oynama. onda məsələn biz götürək əsas oyunlara çıxsın ancaq oyunlar, digər oyunlara ikinci, üçüncü komanda oynasın. Bəli, bəs bu cavanlara kim şans verməlidir? Onda da Arne Slot kimi sonradan açıqlama verirlər ki, biz 6 dənə Zaven oyunçusu ilə O temadır amma. O dəhşət dəşi, onun haqqında danışır. Arne Slot haqqında danışır. Sənə də gələcək yarın necə var. Ya ben ne yaptım ya? Biz ne yaptık Allah rızası için? Bir də belə bir yeni mövzu açmaq istəyirəm. Sənlə davam edək Rasul. Ağlına kim gəlməsin, zədəsinə görə ən çox belə məyus olduğun futbolçu deyəndə ağlına kim gəlir? Hansı futbolçu ağlına gəlir ki, bu adam zədələnməsəydi çox daha yüksək səviyyəli bir karyerası olardı? Mənim ağlımda bir nəfər var, siz deyin. Mən onlara örnək verəcəm sizə. Chiesa gəlir. Federico Chiesa. Tamam. Nə Nə var ki? Chiesa Biz maraqlı hesabına seçim. gəlməz. Vurma seçim. Hə, yox, Chiesa indikilərdən benim. düşündüm. İndikilərdən düşündüm. Çünki adam çox zirvədə oynayırdı. Yəni Avropa çempionatında, istər həmin il öz klubunda çox yaxşı oynayırdı. Və sonradan zədələr onu biraz axsatdı. Düzdür, hal-hazırda Liverpoolda oynayır, amma belə biz ilk gördüyümüz, həm də prime Chiesa'nı hələ də Vəd elədik Chiesa'nı. Bəli. Əsasən o gəldi ağlıma. Chiesa'nın prime 2 Maraqlı. ay oldu, yəni 2 aylıq Yəni, oyunçuya görə bəs niyə eləyir. bu qədər? Bəs eləyir. Sənin ağlıma kim gəlir? İlk ağlıma kim gəlir? İlk alımı Neymar gəlir. Neymar, hə? Neymar. Məncə də mən də ağlıma var. Oyunlarda zədələnməsi var idi, yəni hə, onları zədələnməsəydi nə Bir də Neymarın belə zədələnməyi bilə-bilə olurdu da. Mən inanmıram ki, o zədələr. O məsələn belə deyəndə mənim ağlıma ilk gələn variantlar şey olur. Ronaldo olur. Fenomen Ronaldo var idi. O zədəyə görə karyerası çox böyük mənfilərə uğradı. Neymar yazmışdım. Hazard var. Hazır, əsas oldu bəli. Hazard var. Bir də Royce-umuz var. Özəlliklə bu 2014 Dünya Kubokunda gedə bilmədi. Bax bu milli komanda klub məsələsi eləyir. Bu zədələrin ən belə pis olduğum hissələri bu milli komanda gedə bilməyən futbolçulardır. Gerçəkdən. Royce-a çox üzülmüşdüm. Həqiqətən. Özü də Almanya getdi, çempion oldu Federatlara. Gedə də bilmədi. Tamam, izləyicilərdən xahiş elə yazsınlar bu zədələnən futbolçu deyəndə sizi belə məyus eləyən kim gəlir ağlınıza, karyerası daha yüksəkdə bitə biləcək kimlər gəlir ağlınıza yazın, rəylərdə görüşək. İspaniyada vaxt keçirdi, İngiltərədən danışıq, indi biraz İtaliyaya keçək. Mediaya bomba kimi düşən bir xəbər var deyə düşünürəm. Yəni bu Spallettinin Juventusa gəlməsi məsələsi var. Biraz Spalletti Juventus özəlində danışaq. Bir də orada bir qeydim var. Özəlliklə sosial şəbəkələrdə də yayıldı. Napolinin emblemi var. Spallettinin əlində. Necə olacaq, nə tər olacaq, nə fikirləşsən? Tudorun gedişi çoxdan olmalı idi. Tudorun hətta bir dənə mem çıxmışdı, görmüsüz? Juventusun ən son oyunları İtaliyanın bayrağına oxşayır da. Yəni burada yaşıllardır 3-4 dənə. Ortada
Sarı. Heçələrdir. Ağlar. Ağlardır. O bir tərəfdəki Aa, hə. qırmızı. İtaliya onu qoyacaq. Bildiyin İtaliya bayrağına oxşayır. Mırtlaşmışlar ki, bəs bilə-bilə eləyib də bunu ki, bəs təmsil edir. Tamam. Tudorun oyun tərzi çox orta klublara uyğundur. Hansı ki, məqsədi ancaq Avropa liqasına, Konferans liqasına çıxmaqdır. Nəticə alır, amma daimi şəkildə bu nəticəni ala bilməyəcək. Bir də Tudor ehtiyat skamyasında oyunçuları idarə edə bilmir. Məsəl üçün breaklər olur, tənəffüslər olur 15 dəqiqəlik. Orada məsəl üçün Fasilələr olur. game changer deyil qısacası. Tamam. Onun bir dənə yaxşı xüsusiyyəti oldu ki, Lahoviçi qaytardı oyuna. Həmçinin də Kənana daha çox məsuliyyət. Kənana çox məsuliyyət Məncə də verir. Kənanı superstar eləyən şey oldu. Yəni Tudor oldu. Bəli. Kenan Oz da ondan qabaq da yaxşı oynayırdı. Orada prosta bütün diqqəti ona verdi. Ki bəs hə, sənə kapitanlığı da verirəm. Nə əlaqə kapitanlığı versə 20 yaşlı uşaqdır. Amma verdi yəni o boyda Juventusa. Sadəcə nəticələri özünüz görürdünüz. Yəni heç qane eləməyən bir nəticə deyildi. Ona görə o ümumiyyətlə əvəzedici kimi gəlmişdi. Keçən sezonun ortasından gəlmişdi ki, sezonun axırına kimi hər də halda. sonra çıxardacaqsan da. Amma qaldı niyəsə və indi də çıxartdılar niyəsə. Yəni belə. Nəticə Tutaq ki, Tudor getdi də, Rəsul. Düşünək ki, Tudor getdi, o getdi. Yaxşı məşqçi deyil. Düşünür Cavid. Yəni onun yerinə gələcək məşqçi həqiqətən Spalletti mi olmalı idi? Spalletti bir ara qurtarmışdı. Sonra Napolinin çempionluğu yenidən canlandı, gündəmə gəldi. İtaliya milli komandasını çalışdırmışdı. Hal-hazırda düzgün seçimdirmi Spalletti Juventus üçün? Ümumiyyətlə birincisi o boyda Juventus deyil artıq məncə. Bunu qəbul etməliyik ki, o boyda Juventus deyil. Kopon bu vaxtlarda verdiyi müsahibəyə əsaslanaraq. Spalletti tam olaraq İtaliya liqasında, daha öncəsində Romada, Udinese'də məşqçilik edib, səhv eləmirəmsə və həmçinin Napoli. Və yəni İtaliya liqasını bilir. Interdə də məşqçilik edib Spalletti. Super. Ən pis veriləcək qərar belə qərarsızlıqdan yaxşıdır. Hər halda bu dəyişilməlidir. Tamam. Yeni birisi gəlməlidir. Sadəcə kimsə gəlsin, bu getsin. Çünki 8 oyun ardıcıl olaraq qalibiyyət qazana bilmədi Juventus. 8 oyunun sonunda göndərilən kimi qələbə qazandılar. Ayın 29-u olan oyunda qələbə qazandılar. Onda əvəzedici məşqçi idi. Əvəzedici məşqçi. Boş skamya daha xeyirlidir orada. Hər hangi bir adam daha xeyirli Bu elədi. arada bir şey fikir vermişsiniz. Bilmirəm bəlkə mən fikir vermişəm. Məşqçi gedir ha. Ondan sonra ki, oyun həmişə udurlar. Oyunçular yedi məşqçini. Orada hə, ola bilər. Son oyunlarda oyunçular istər-istəməz daha həvəsli oynayırlar ki, Həmişə olmaz amma Həmişə bu örnəkdə ola bilər. biz Juventusun əvvəlki halını düşünsək, təbii ki, Juventusa layiqli bir məşqçi deyil və Juventusu belə deyək ki, 5 il ərzində qarantiya ala biləcək bir məşqçi deyil. Juventus bu dəqiqə özünə yeni klub axtarmalıdır ki, tamam biz pis vəziyyətdəyik. Gəlin biz düzgün qərarlar verək ki, biz 5 il sonra artıq top klub səviyyəsinə çataq yenidən. Kimdir yeni klub? Yeni Bir klub dənə məşqçi önərir Juventusa. Nagelsmann. Nagelsmann. Götürsünlər. Doğrudan. Almaniya məncə onunla davam eləmək istəmir. Hə. Mən elə düşünürəm ki, göstərilən performans nəticələr falan və yəqin ki, növbəti ilə qalmayacaq. Mən belə düşünürəm. Milli komanda məşqçiliyi sanki karyerasının bir müddətindən sonra edilməsi gerəkən bir işdir. Nagelsmann tez getdi milliyə. Çox tez getdi və məncə Nagelsmann gəlsə ora həm Alman disiplinini yarada bilər, həmçinin burada Kenan Yıldızla da çox gözəl dil tapacaq, çünki o da Bayern Münhen akademik Almancıdır o da. Bəli, dillə danışacaq. Aynen. İkisinin ana dili Almancadır. Yaradıb ümumi olaraq liqada bir otorite qura bilər. Maraqlı düşüncədir, ola bilər. Tamam. Cavid, bəs gəlib də Spalletti gəlib fakt. Amma düşünək ki, bir də Spalletti İtaliya liqasında necə çempion olmaq lazımdır, bunu bilir. Hətta bədəninə də qazıyıb. Başa düşdün? Napoli tatlı bir insan, Juventus məşqçi olmasına necə baxırsan? Spalletti bildiyin imposter. Spagetti ya. Spalletti. Yəni bir Juventus azarkeşi Spallettini qəlbinə yaxın buraxmayacaq da. Yəni sən Napolinin tatusunu vuran adamsan, sən Napolilisən də belədir. Ki Napoli'də deyil. O Romalıdır əslində Spalletti. Yəni, Yəni əfsanəsi olduğu klub Romadır. Amma orada da Amma tatusunu bilmirəm, biraz qəribə seçim oldu Juventus sonra tərəfdən. Napolini çempion elədi. Onun neçə 20 Çox özəl bir çempionluqdur o. Yəni Osimhen, Kvaratskhelia orada çox ön plana çıxır da. Daha da düzdür. Futbolçular daha ön plana çıxırlar da, amma Spallettinin əziyyətini məncə çox ikinci plana atırlar. Daha önəmlidir. Bir də Spalletti spagetti dedim. Bir dənə hekayə danışım burada sizə. Və Fatih Tekkeni tanıyırsınız da. Trabzonsporun indiki məşqçisi futbolçu olub da. O deməli zamanında Zenitdə oynayırmış. Spalletti'nin məşqçisiymiş. Nəsə məşqçilər sonraki yeyinmə otağında söhbət olub.
Fatih Tekin de zarafat edir də türkdür də standartda. Başa işte. Bu da qəribdir. Spagetti gəldi, spagetti getdi. Başa işte. Makaron çağır falan. Makaron çağır. Spalletti'ye spagetti deme gibi bir olayın oldu mu? Var böyle. Bunları kim uydurdu? Sonra spagetti onu heyətdən uzaqlaşdırmış. Başa düşdü. Mənlə. Əlbəttə. O zaman siz də yazın Juventusa sizcə bir məşqçi önərisi olsa kimə önərirsiniz? Spagetti sizcə düzgün seçimdimi? Fikirlərinizi gözləyirik. Fatih Tekke demişkən biraz gələk bu Türkiyə coğrafiyasına. Ötən həftələrdə çox məncə vacib bir hadisə baş verdi. Bunlar haqqında biraz Skandal. danışaq. Böyük skandaldır Biabırçılıq. həqiqətən. Cürən dolu da artıq sən. Rezillik. Həqiqətən bu türk dilində nə deyə bilərsən türklərə ki, bu nə biabırçılıqdır? Bu İki ne cümlə. rezillik ya. Cümlə. Ya. Deməli belə bir statistika var, Rəsul. Peşəkar Futbol İntizam Komitesi var bu PFDK dediyi türklərində bizim dildə tərcümə edilir. 152 hakim yönəldilib. Yəni bu çox inanılmaz rəqəmdir və bunlar arasında Super Liqada maçlar idarə edən hakimlər də var. İllərdən onsuz da bu türk futbolundakı xaos belə şəraiti hakimdir və zaten bəhanə eləməyə də çox rahat yer axtaran bir cəmiyyətdir də belə deyək. Ən böyük günahkarı da hər zaman hakimlər seçməyə çalışırlar. Bu xəbər sənə ümumiyyətlə təəccüblü gəldimi? Ya da hakimlərin necə deyim belə mərc oyunlarının içində olması anormal bir haldır mı həqiqətən səncə? 100% ki, anormal bir haldır. Burada hətta mən oyunçuların belə deyək, mərcin içində olmasını daha çox qəbul edirəm. Nəinki hakimlərin. Çünki yəni biabırçılıqdır bu. Zaten sən demiş gözlənilən bir hal idi. Hər kəs bunu gözləyirdi və birdən-birə bu şəkildə açıqlanmanı və 152 qeyd etdində. Sadəcə maraqlıdır ki, niyə bu günə qədər bunun üzərinə düşmürdülər? Belə indi araşdırdılar və 152 çıxdı. Mənə orada daha çox təəccüblü gələn oldu ki, orada əsasən bildirilirdi ki, əsas hakimlər, Super Lig hakimlərinin öz oyunlarına mərc etməyib. Etməyib. Aha. Mənə bu təəccüblü gəldi ki, necə yəni öz oyunlarına mərc etməyiblər. Bəlkə orada da bəlkə orada sizin duruşunuzu özünüz bilərsiniz. Məncə burada əslində məsələn onları hələ də qurtarmağa çalışırlar və öz oyunlarına mərc etməyiblər falan. Buna mən heç inanmıram ki, öz oyunlarını etməyiblər. Bir də hakimlik çox qəşəng şeydir, peşədir. Həqiqətən belə qəşəng mərcəli pul qazanmaq üçün. Futbolçular bunu nə bilim tutaq ki, yaza bilər ki, mən 3-dən qol vuracağam da məsələn atıram. Vurmaya bilər. Təbii ki. Məsələn ya da sarı alacağam, qırmızı alacağam. Almaya da bilər həqiqətən. Elə bir hakim çıxar ki, yox, oyuna normaldır deyə bilər. Amma hakimin əlindədir. Çox rahatdır. Ki milyonu vurar da o gətirsən. Bir də belə bir məsələ var, Cavid. Bu Super Ligada önə çıxmış hakimlərdən o bir hakim var, Zorbay Küçük adlı. Daha çox o ön plana çıxdı. Biraz qurban o getdi də belə deyək. Onun üzərində çox tənqiddə dolaşır, amma ötən günlərdə o bir açıqlama verdi ki, şəxsən özü açıqlama verib gedib prokuraturaya belə deyim də bir cinayətlə bağlı o da qarşı bir dava açıb belə deyək. Bunu ittiham edənlərə. Çünki mən əsla elə bir şey eləməmişəm. Mən nə hakimlik vaxtımda, nə də hakimlik karyeramdan əvvəl heç bir mərc saytına daxil olmamışam. Tamamilə, yəni elə dedi ki, yəni oğurlayıblar mənim şəxsi vəsiqə nömrəmi və hesab açıblar. Bir bu məsələ üzərində nə qədər inanırsan, bir də biz nə qədər inanaq ki, bu hakimlər bu Türkiyə Futbol Federasiyasının indi xəbəri oldu ki, hakimlər mərc oynayırmış. İlk öncə 152 dənə vakansiya var. Kim hakim olmaq istəyir? Türklərdən. Müraciət eləsin. Türk Futbol Federasiyasına. Bol söyüşlü bir karyera. Bəli. Maaşı gözəl, işi gözəl. Arada mərc eləyə bilərsən, göz yumul. O 152 hakimdən də çox hakim mərc qumar saytlarında oynayır. Yəqin ki. 100%. Sadəcə bunları daha çox qabağa çıxartdılar və bunları qurban verdilər. Biz uzun illərdir ki, Türk liqasında ən çox danışdığımız, hətta performansının aşağı olmasından da çox hakimlərin verdiyi qərarlardır. Və hakimlərin verdiyi qərarlar, yəni müzakirə olunmağı da qırağa qoyaq, çox anormal qərarlardır. Və həmin qərarlar bir çox insanı artıq sıxırdı və bir çox tənqidlər olurdu və s. Və ondan sonra dedilər ki, belə elə. Yəni bu əvvəlcədən də var idi. Sadəcə indi üzərində çox düşdülər və başladılar təmizliyə. Və yaxşı bir xəbərdir bir tərəfdən, amma onların əvəzinə gələnlər də belə eləyəcəkmi sualı yaranır. Məncə eləyəcək. Bir də sanki Türk hakimliyindəki problem şey deyil, yəni niyyət deyil. Həqiqətən ola pis hakimdilər. Mən həqiqətən ona yaram ki, yəni Türk hakimlərinin bacarığı odur.
doğrudan elədi. Yəni adam yaxşı hakim deyil. Bir də Türk hakimliyində qaydalar biraz şey irəliləyir də. Yəni məsələn tutaq ki, mənim atam hakim olubsa, hə mən gedib hakim oluram. Və mənim oğlum da gedib hakim ola bilər. Biz proses elə irəliləyir həqiqətən. Çöldən başqa bir peşə sahibinin övladı gəlib o girişə bilmir o çox bazara. Biraz monopoliya tipli bir şey də var deyə. Ona görə çox bəlli ailələrdə, bəlli necə deyək bir cəmiyyətin hissəsində toplaşan bir peşədir. Bir də Türkiyədə çox şey olur, cərimələr olur. Dəhşət oyun ərzində 30-a yaxın cərimə olur da ümumi klublarda. Oyun çox dayanır. Oyun çox dayanır və orada səhv qərarlar vermə ehtimalı da çoxalır. Real Barçaya baxsaz 6-7 dənə cərimə var. Da hakim belə baxanda oyunda bizlə bir yerdə baxır. Nə ləzzətli oyun gedir. Amma Türkiyədə çox təzyiq var ona. Bizə məsələ nədir? Çünki birincisi məncə ego problemidir Türk hakimlərində. Onlar oyunun hakimi olduqlarını bacarıqları ilə sərgiləyə bilmirlər deyə belə şeylər yaratırlar. Saxla, mən deyəndə başda, mən deyəndə qərar verim tipli bir şey ellər. Türk hakimliyinin hal-hazırda belə deyim də bir nömrəli olaraq gördüyümüz hakim Halil Umut Meylərdir. Bunda niyə bir nömrə olaraq görülür? Avropada göstərdiyi performansa görə, daha çox oyun aldığına görə. Yayda test veriblər, bunlar atletizm testi. Halil Umut Meylər keçə bilməyib atletizm testini. Yəni bunların ən yaxşı hakimidir ha bu. Atletizm testini keçə bilməyib. Sonra ikinci bir dəfə bir test veriblər və onda tamamilə jurnalistlərdən, mediadan qapalı, daha belə necə deyim, bəlli insanların görə bildiyi bir şəraitdə veriblər və Halil Umut Meylər keçib testi. Necə oldu? Bacarıq məsələsi. Onlar Avropa üçün şey eləmirlər. Ayrıca test vermirlər. Yox, FIFA referisi məsələsini milli federasiyalar göndərir siyahını ki, bunlar olsun. Sonra FIFA gəlir, onlardan FIFA'nın daha çox önəm verdiyi məsələ burada dil bilikləri olur. Aha. Ki bu ingilisini bilirmi? Hə, bilir. TFF mənə bunu sübut elə, Allah. Hə, başa düşdüm. Onlara ayrıca yoxlar. Dataları göndərən şey olar. O gedər o FIFA ilə, UEFA ilə məşqlərdə iştirak edirlər. Amma fakt budur ki, bu adam sentyabrda forma girə bilər. Sentyabrda Çempionlar Liqası oyunu var da çünki, amma avqustda hazır deyil. Testi vermək olduğu anda hazır deyil. Tamam. Əlbəttə ki, sonradan özünü mükəmməl etdirmişdir. Hər halda bu skandal məncə çox necə deyim, belə məsum bir skandal deyil və indi xəbərləri olmayıb bunların. Əlbəttə ki, gündən biraz dəyişmək üçün edilən şeylərdir. İnşallah ki, həqiqətən cinayət eləyən varsa, həqiqətən oyun altı adam varsa, tapılar və cəzası verirlər. 152 vakansiya. Bir də gələn həftə Çempionlar Liqamız var. Yenə Çempionlar Liqasından sonra da burada olacaq 100%. Bir dünya nəhəngi gəlir ölkəmizə, paytaxtımıza. Bir neçə 300 dəfədən Chelsea gəlir Bakıya. Bir dəfə Çempionlar Liqasına Qarabağına, bir dəfə Arsenal'la Chelsea oyununa. Avropa Liqası finalı. Bəli. Bir də indi Chelsea gəlir. Qarabağ Chelsea oyununa nə gözləyirsən? Qarabağ Chelsea oyunun birinci oyunu yadındadır. Deyəsən 6-0 bitmişdi həmin oyun. Oradakı oyun, Zappa falan maraqlı olar. Kənardan Biz qol hamımızın vurmuşdu. oyandı. Həmin ağlıma gəlmişdi elə. Hamımız bir sürpriz gözləyirik. Çünki bizə də bir xal lazımdır və hətta bu yaxınlarda gördüsə mediaya yansımışdı. Qurban Qurbanov oyunçularını cərimə eləyib. Gördüm. Həmin oyundan sonra. Bilbao'dan sonra. Bilbao'dan oyundan sonra. Niyə? Ki Güzel eləsin. Bax, qulaq. Ki normal oyun oynamamısınız da qardaş. Budaysa. Daha çox atletik performansı tənqid eləmişdi və demişdi ki, sona qədər mübarizə aparmırsınız da. Önə çıxan məsələdir bu Elvin Zafar Qurliyev Məncə özəlində. Elvinə görə hamı getsin. Elvinə. Elə olmalıdır bu arada. Və məncə onda təsir olacaq Qarabağa. Belə artıq həm istəkli, həm daha məsuliyyətli olacaqlar, həm də daha qorxulu olacaqlar ki, nə barədə ki, bizə artıq deməli bir dövrün Qurban Qurbanın beyni çöndü, bizi göndərdi komandadan ehtiyatla falan da, yəni hər hansı birimizi satdı. Və nəzərə alsaq ki, Chelsea prime deyil. Yəni hal-hazırda bir Real Madrid deyil, hal-hazırda bir Bavariya deyillər. Məncə şansımız var və qələbəyə də inanırıq. Chelsea-nin belə bir məsələsi var. Onlar Sunderlanddə axırıncı Premier League oyunda uduzdular. Bax bu uduzub gəlmələri sanki daha pisdir. Həmişə də bizə gəldi. Necə yanaşırsan bu iki məsələ Son üzərində? oyunlarda məğlubiyyətlərin sayı çoxdur. Chelsea-nin? Bəli, Chelsea. Və bu oyunda məğlub olmaq kimi şansları yoxdur. Məğlub olsalar, İngiltərə ümumiyyətlə jurnalistləri, mediası çox toksikdir və həmin oyunu Qarabağı uduzsalar, necə ki Benfica-nı biabır elədi öz mediası ki, sən gedib Qarabağı uduzmusan öz evində, özdə 2-0 udalda 3-2 olub və burada məğlub olsa Qarabağ, Chelsea məğlub olsa, yenə də məşqçini çox təzyiqlərə uğradacaqlar və bu da ona böyük bir mənfi olacaq. Onsuz da son oyunlar yaxşı getmir, yerində deyil nəsə. Bu oyun məncə Qarabağ qazanmalıdırlar.
ki Sən reputasiyaları çox azarkeşiymiş kimi danışdın. yox, yəni mən istəmirəm qazansınlar. Sadəcə müqayisə edəndə də fizik olaraq da Chelsea daha öndədir. Düzdür, Bavariyanın oyunda fizik cəhətdən gördük, heç yox idilər demək olar. Bavariya yemişdi. Amma rəqib Bavariya idi də onu da nəzərə al. Bavariya idi. Burada rəqib Məsələn, şey düşünək də, amma bir dənə bir ssenari fikirləşsən nə deyə bilərsən? Qarabağ məsələn həqiqətən müsbət nəticə ala bilər. Bir dənə ssenari ağlında canlandırsan, ya hansısa oyunçu özəlində, ya məsələn, belə bizim həddimizdə deyil, amma Qurbanova bir məsləhət verəsə olsan, səncə hansı tərəfə Chelsea'nin bu güc dəqiqə verməli? ən zəif yeri, Aha, bax bu lazımdır. inanılmaz zəif yeri, orta müdafiə, hər ikisi də. Bir də stoper ikilisi. Stoper. Onlardan biri qırmızı alsa ilk 20 dəqiqədə şans var. Bir də onu çox stabilləşdirə bilmir. Adarabioya oynayır, nəm Çalaba Mendes oynayır, belə tam tutuzdura da bilmir o ikilini. O ikiliyə mükəmməl. Ortasına kimsə qırmızı alsa garanti udur. yarım Kaysedo şeydən Enzo'dan biri qırmızı alsa garanti udur. Yəni, çünki ikisi də çox game changer. Bəs hansısa futbolçumuzu qurban verməyə hazırsan? Bilməm. Tutaq ki, o hansısa futbolçumuzu çox pis yıxsın, o qırmızı alsın, bizim futbolçular zədələnsin, çıxsın. Zədələnsin. Nəriman. Yıxsın. İnşallah gözlədiyimiz müsbət bir ssenarini ən azından biz biraz tip verdik. Qurban olsa, qulaq asınsa bizə nəzər ala bilərsən bunları. Dostlar, sizin fikirləriniz necədir? Sizin də Qarabağ Chelsea qarşısında bir şansı varmı? Nəyinəsə şansı var? Fikirlərinizi gözləyirik. Okay, keçək Çempionlar Liqasında həftənin digər oyunlarına 2 dənə çox maraqlı oyunumuz var gələn həftə. Biri Liverpool Real'dır, bir də PSG Bavariyadır. Biraz bunlar özəndə danışaq. Liverpool Real oyunundan biraz gözləntimizi Slot özəndə danışmamızı istəyirəm. Slot son zamanlarda mən başqarıb ol konkret deyə bilərik. Yəni Galatasaray oyundan sonra özə gələn bir konkret. Slotun axırını hazırlayan oyunlardan biri olarmı Real məğlubiyyəti? Nə fikirləşirsən? Slot məncə artıq axırını hazırladı Crystal Palace-la. Hər halda Reala qarşı uduzsan, sən o qədər də tənqid etməzlər. Tamam. Amma Crystal Palace bir biabırçılıq idi Okay. və son oyunlar ümumiyyətlə biabırçılıqdır. Bu oyundan Realın maksimum performansını gözləyirəm. Həmçinin burada məncə Vinicius Junior da özünü çox yaxşı tərəfdən göstərəcək. Sən heyətdə oynayacağını Mən düşünürsən? heyətdə oynayacağını düşünürəm. Bəli, birbaşa olaraq onu kəsməz Xavi Alonso beyinli adamdır. Oyunun ən yaxşısını Tamam. çıxartmağa, oyunda təzyiqi sən demiş necə ki Qurbanov həmçinin də Xavi Alonso götürməz. Və bu oyundan mən əslində bir 3-1-lik, 4-1-lik bir qələbə gözləyirəm Real Madrid. Realdan, okey. Amma gol buraxır. Gol buraxacaq 100%. Barcelona o cünə Barcelonaya qarşı gol buraxdılar. Və Slot getməlidir. Slot bilmir nə edir. Slot oyunçuları aldı. Yəni bəzi məşqçilər əllərində az malzemə olanda, az məhsul olanda çox gözəl performans göstərə bilirlər. Və ona çox məhsul verir. Slot onlardandır da. Bəli, Slot onlardandır. Slotun torpağı heç vaxt belə top məşqçilik olmayıb. Onu sadəcə olaraq Kəskin tənqidlər var Slota qarşı. Bəli. Yəni Feyenoorddan birbaşa olaraq gətirdilər və Hardan bayağı bir şey gətirməliydiləri? ən azından bu özünü bir neçə yerdə sübut etməli idi. Məsələn, biz elə ondan əvvəlki post olan Kloppla müqayisə etsək, Klopp 3 yerdə, 4 yerdə özünü artıq göstərmişdi. Yəni istər Borussia Dortmund olsun, istər Mainz olsun. Və ona görə də ümumiyyətlə Slota inanmıram və təbii ki, sonunu artıq gətirib. Və həmin oyunda da nöqtəsini qoyula bilər. Tamam, bir dənə də Liverpool məşqçi namizədi. Liverpool Zidane. Zidane. Liverpool Tamam. Hər gəlsin. Sizdən bu dəqiqə başladı. Çox qəribə. Juventus'un Nagelsmann dedi. Tərsinə Liverpool'a olmalı. Zidane dedi. Biraz tərsə daha yaxşı olar dedi. Yox. Yeni futbola. Sən haqlı. Elə lazım. Slot yaxşı məşqçidir. Təbii ki, Tamam. yaxşı. Oyda. Slot son Yəni interazə keçir, Bəli. maksimum bunu deyə bilər. Hazırki vəziyyətə görə. Slot əla məşqçidir. Slot son vaxtlar gicdir, amma o demək deyil ki, pis məşqçidir. Yəni adam gəldi, çempion oldu. Hansı məşqçilər tanıyırsan ki, gələn kimi çempion olur İngiltərə? Amma biraz keçmişdə qalmamışıq. Hə, keçən ilə görə. Oldu da, okey, indi nə edir bəs? İndinin sezon başda çox qəşəng oynayırdı. Bir oyun. İndilərdə. Xeyr, bir oyun deyil. Hətta Nə qədər iki oyun Sən oynayırdı. fikir versən bütün cümlələrin keçmiş zamandır. Oynayırdı. Tamam da Çempion oldu. biz 1-2 ay ərzində Slotun aşağı performansına görə tənqid eləyirik. Bu Tamam. normaldır. Elə də olmalıdır da. Amma belə bir məsələ də var. Slota nə qədər yeni oyunçular da gəldi. Bu oyunçuların adaptasiyası var. Bu sxemi oturtmaq var. İsakı bu ehtiyata qoya bilməz. Onun belə bir şansı yoxdur. 150 milyon veriblər. Virtsi oturtura bilməz. 150 milyon veriblər. Necəsə bütün oyunçuları hansı ki vacibdir. 30-durmalıdır əsas sastava və nəticə qazanmalıdır. Düzdür? Və bir də onun bir mənfi cəhəti var ki, çox milliyyətçidir. Məsəl üçün bu Gakpo olsun, Gravenberch olsun, Van Dijk olsun. Performansları düşük olanda da yenə də oynadır.
Məsələn, Van Dijk-la Gakpo'nun Səncə performansı problem düşükdür. var? Yox, Cavit bu dəqiqə məncə ən yaxşısı Gakpo'dur özü də. Gakpo nəyə yaxşıdır? Biz eyni Liverpooldan danışmırıq. Xeyr, İngiltərə oyunlara oyundan baxırsaq, Gakpo son oyunlara, son bir ay götürürəm. Sən baxdıqlara Heç bax. bir təhlükəli an yaratmır. Ancaq top ayağına gəldi, qaldırır içəriyə tərəf. Yəni bu funksiya ona verilibsə tamam, günahından keçsin. Amma adam beyinsiz kimi oynayır oyunda. Yəni əvvəlki Gakpo kimi oynamır. Ortaya keçib gizli udar vuran, gizli belə deyək. Bəlkə rolu budur, slotu rola ona verdiyi rol budur. Yəni rolu budursa, hə, deyirəm, günahından keçsin. Prosta çox mənasız görsən oyunda. Ona top gəldi, bilirəm ki, qaldıracaq və 10 dəfədən 9-unu qaldırır. Onda belə danışsaq yenə əslində tənqid edilməsi gərəkən şəxs Gakpo deyil, slotdur. Yəni Ki, ona düzgün görə oyunçunu çox düzgün istifadə milliyyətçi. eləmirsən. Onu oynatmalı deyil məncə bu dəqiq. Yəni daha belə yaxşı seçimlər qoya bilər. Ən azından birisi keçirsin qıraya. Bəs belə düşünək də deyirsən, məsələn İsaka 150 verdi, nə bilmək, Vertsə 130 verdi, Kitikaya 90 verdi. Verməzdin də. Verməzdin deyə. Niyə aldırdın Bütün onu? qərarlar onun deyil axı. Bu dəqiqə elə disker hamısını slot istəyib ki, bunu da al, bunu da al. Məsələn İsak şeydi, çox Türkaya getdilər aldılar da. Yəni İsak məncə istəmirdilər yəni. Liverpool səviyyəsindəki bir klub Tırkayla idarə olunur, Aycar. Yəni məncə orada nəsə var. Onda Tırkayla burada alsın. yanlış idarə heyətindədir. Yəni məsələn qərarları məşqçidən çox sport dir verir də, sport idman direktoru. İdman direktoru. İdman direktoru transferlər eləyir. Düzdür, məşqçi ilə danışırlar, amma yenə də qərarları o verir də. Yəni ona Sən görə bu qədər əgər- oyunçu eyni anda gəlirsə komandaya, necə ki Nottingham 20 dənə oyunçu almışdı bir sezonda. Nə oldu axırda? Aşağılarda şey eləyir. Yəni onun aidiyyəti yox. Sən əgər böyük Zaman məşqçi, lazımdır. böyük məşqçisənsə və ya böyük məşqçi olmaq yolunda gedirsənsə, sən bunu oynatmalıyam, onu oynatmalıyam deməməlisən. Guardiola Barcelona'ya gəldikdə elə Guardiola deyildi də. Adam gəldi, Yaya Toure'ni kəsdi. So mən sənə oynatmayacağam, sən mənə uyğun deyilsən. Rənginə görə oynadı. İstərsən nəm 100 milyon alınsın, 200 milyon alınsın falan. Yox, mənim məşqçim, mənim taktikama sən uyğun deyilsən. Həmçinin Mourinho'dan da biz bunu dəfələrlə görmüşük ki, adam deyib, hətta bu yaxınlarda Henrik Mkhitaryanın da bir mübahisəsi çıxmışdı ki, o mənə təzyiq edirdi ki, komandadan gedim. Hə. O dedi ki, sən mənə lazım deyilsən, sən get komandadan. Amma Bunu bu məncə biraz etməlidir. fərqli situasiyadır. Nə deyə bilərəm burada? Onlar o məşqçilər komandaya gələndə oyunçular var idi. Bəli. İsaka falan slot özü alıyor. Yəni özü istədiyi oyunçuları. Deyir ki, slot almayıb. Mən ondan özü istəməsə alınıbsa, ümumiyyətlə oynatmamalıdır. Sən fikirləşirsən ki, həqiqətən yəni səncə Liverpoolda slotun xəbəri olmadan, slotun Təbii ki istəyi yox. olmadan oyunçu alına Təbii bilər? ki, yox. Yəni hər halda ən azından bu çempion edibsə komandanı, bunun istəklərinə görə komandanı formalaşdırarlar deyə düşünürəm. Bir də Avropada bu işlər məncə daha nə məntiqli idarə olunur. Yəni həqiqətən məşqçinin ehtiyacına Fenerbahçe uyğun. kimi, Alekos'un Fenerbahçe'si kimi olmur bəli. Tamam. Mən Biraz slota inanıram. slota burada inanan təksən sən həqiqətən. Kolba olar da, slota inanamaz. Qərəz. Siz nə fikirləşirsiniz dostlar? Slota inanmağa davam eləyəkmi? Nə fikirləşirsiniz? Slot ümumiyyətlə yaxşı məşqçidirmi? Və Liverpoolun bu mövsümkü sezonun axırında uğurları və yaxud nəticələri nə olacaq? Gözləyirik. Çempionlar Liqasında bu həftənin mərkəzi oyunundan biri PSG Bayerndir Rəsul. Bu ikilinin qarşılaşması mənə həqiqətən çox maraqlıdır. Ya özəlliklə bu dəqiqə bu bayaq Cavid demiş ki, on fire məsələsi, Kane on fire'dır bu dəqiqə. Ümumiyyətlə Bayern. Deli oynayır Kane. Bir də bu qədər slotu tənqid eləmişkən də məşqçi özelində kompaninin də biraz özünə gəldiyi vaxtlardır artıq. PSG Bayern oyunu bizə nə vəd eləyir səncə, nə gözləyirsən? Bayern artıq səhv etmirəmsə bir rekorda doğru gedir. Və ardıcıl olaraq sezon başlanğıcından bəri 14 oyunu deyəsən ki, bu mövsüm başlanan oyunlarda hamısında qələbə qazanıb, yəni məğlub olmayıb. Və hər zaman azarkeşlərin belə deyək ki, bir bəhanəsi olur ki, biz onu böyük klubda görərik, biz onu Avropada görərik. Yəni necə olacaq? Rəqib olaraq. Yəni okey. görək necə Böyük olacaq. rəqiblə oyna. Böyük rəqiblə Tamam. oyna. Çünki keçən il məncə heç birimiz inanmırdıq ki, kompaniya gəldi ora, bir uğuru da olmadı. Amma bu il tamam fərqli bir Bayern görürük. Tamam yığcam bir Bayern görürük və buradakı xüsusi taktika, Luis Diaz'ın komandaya adaptasiyası, tamam pul verilib. Məncə bu dəqiqə Bavariyada daha çox transfer məşqçidən daha az soruşulur. Nəinki Liverpoolda. Və kompaniya onu komandaya adaptasiya edə bilibsə, slot etməlidir o öz yerində. Əlavə olaraq onun ki, Luis Diaz da çox gözəldir. Qəşəngdir. Son oyunda da qol vurmuşdu. Sanedən çox düzgün vaxt ayrılıb, çox düzgün oyuncu transfer edilə deyə bilərik. Çox düzgün oyuncular. Və bu oyunda əslində Bayern özünü sübut etmə oyunudur. Onun üçün də təbii ki, dəhşət maraqlıdır və PSG-nin yoxluqlar içərisində görə özünü necə göstərəcək oyunu. Bayernin özünü sübut eləmə ehtiyacı var ki, Rəsul həqiqətən. Təbii ki, yəni son daha çox kompanyanın özünü sübut etmək. Kompaniya. Yəni mən
böyük rəqiblərə qarşı da bu oyunu oynayır. Düzdür, Chelsea ilə oynadı əslində, amma bir PSG deyil də, Chelsea baxmayaraq ki, udmuşlar onu. Tamam. PSG-nin hal-hazırda əksik kim görünür? Ancaq Desirdoye var da PSG-də. Ən son Barcelona oyununda xeyli əksik oyunçuları var idi. PSG tərəfdən baxsaq nə gözləyirsən? Yenə Vitinha'dan, Nuno Mendes'dən hoqqalar görəcəyik mi? Elginə də buradan salamlar, Nuno Mendes. PSG oyuna hazırlaşır. Liga oyunu. Oha, hazırla. Vay, deyəm bir də mən açıqlama verəcəm. Bəqən hazırlaşırlar ha PSG ilə oyuna. İddialı açıqlama. Hazırlaşır. Rasta gəlirdi də, ardı da, necə hazırlaşır da, imkan vermirlər. Mən PSG-nin qələbəsini gözləyirəm. PSG ağıllı komandadır və Bavariyadakı məşqçini sübut etmə məsələsi var. Kim ki çox istəyir, bəzən həmin oyunda PSG-də artıq sübut etmiş məşqçi var. PSG daha rahatdır. Belə bir şey qeyd edəcəyəm. Kim ki özünü çox sübut etmək istəyir. Məsələn, yadıma düşür bu yaxınlarda Xabi'nin Atletico Madridlə oyunda mən qərar verə bilirəm kimi dedi və oyunun içinə elədi. 5-2 məğlubiyyət oldu. Çünki çox mənasız qərarlar verdi. Əsas heyətlə bağlı və taktika ilə bağlı. Məncə orada yenə kompaniya nəsə uyduracaq. Biz bunu Guardiola'da görmüşük. Əsas oyunlarda nəsə uydurur. Çempionlar Liqasının 2-də 1, 4-də 1-də adətən olur elə bir şey. Nəsə uydurursa uduzurlar. Və həmin oyunda məncə kompaniya da nəsə uydura bilər. Onunla da gələcək Bavariya. Həmin oyuna xasdır bu ara. Bir də oyunun Parisdə olması məncə bu kompaniya daha cəsarətli eləyəcək. Sən dediyin məsələdə ki, uduzsa da çox böyük tənqidlər almayacaq. Kompaniyanın çox böyük klublarla oyunu yox. Kimlərlə oynayır? Ya Avropada sadəcə qarşılaşır deyə bilərik də. Liqada Xavi Alonso Leverkusen'i də aşağı görməyək. Məncə o da yüksək səviyyəli klub idi. Düzdür? Təbii. Qarabağ ona da az qala keçirdi amma yaxşı klub idi. Bir də Dortmund-u nəzərə almalıyıq. Okay. Maraqlı danışdıq. Xüsusən siz də öz fikirlərinizi bildirin. PSG, Bavariya, Liverpool, Real Madrid görüşlərində nə gözləyirsiniz? Bunlar haqqında da fikrinizi bildirin. Biz nəsə vaxtı oyunlarımıza fasilə vermişik. Bir dənə keçək kişinin sözü bir olaraq. Mən bir dənə açıqlama verəm, cavabını sizdən gözləyirəm. Təcili bir şəkildə keçəcəm suallara, amma öncəsində izləyicilərdən xahiş edirik, izləsinlər, abunə olsunlar, like eləsinlər, mütləqi qısa 2 saniyəlik işlərdir hamısı. Açıqlamamız bu şəkildədir. Heç kim öz adına oynamaqla komandaya faydalı ola bilməz. Belə açıqlama verən bir futbolçu dostumuz var. O düşünür ki, komanda oyunu daha vacibdir, biz fərdi oynamamalıyıq. Variantlarımız gəlir. Toni Kroos, Sergio Busquets, Thiago Alcantara, bir də David Silva. Kimdir bu komanda oyununa önəm verib fərdi oyunu ikinci plana atan oyuncu? 4 variantdan 3 çox qəşəngdir. 4 maestro bəli. 3 çox real. Bu sözü deyə biləcək adam futbol IQ-su ən çox olan adamlar. Elə futbol IQ-su ən çox olan adamları seçmişəm ona görə. Təqdirə layiq. Nə halı tərif edir? Təşəkkür eləyirəm. Bəli. Bu arada dediyi variantların 3-ü İspandır, biri isə Almandır. Bəli. Bəlkə bu artıq daş eləyir. Bəlkə bu bir işarədir. Onda şey deyilir də, biri müdafiə dayaq yarı müdafiəçisidir. Niyə 3 dənə? Deməli İspanlılar daha çox belə bir şey deyə. Bu arada İspanlılar daha çox komandaya oynayan futbolçular milliyyətdir. Adamlar akademiyadan bəri ancaq komanda oynayır. Sən daha yaxşı bilərsən əlbəttə. Bəli. Və oradan daha çox yarım müdafiəçi qəşəng oyunçular çıxır. Ona görə məncə Thiago Alcantara deyil. Thiago Alcantara çox qəşəng prime vaxtı çox qəşəng idi, amma çox zədələnirdi. Bu arada bayaq sual vermişdim, məyus olan. Tez yadına düşdü. Gözəlləşdi. Yəni dedin yazma. Thiago. Növbəti bölmədə. Məncə o da. Thiago əla oyuncudur. Türklərin şərtçisi var Gökhan. Virtüöz orkestra şefi. Thiago! Virtüöz! Orkestra şefi! Mənim seçimim David Silva. Sən birbaşa seçirsən. Birbaşa seçimimi də deyirəm. Və bunu heç bir halda dəyişən deyiləm. Mənim seçimim David Silvadır. Tamam. Manipulyasiyalara aldanma. Bəli. Seçimində diqqətli ol. Danışım biraz. Sən bilirsən. Özünüzün analiz də eləyim. Bildiyiniz kimi Toni Kroos futbol karyerası ərzində və karyerasını bitirdikdən sonra da tez-tez açıqlamalar verir. Daha çox karyerasını bitirdikdən sonra və futbola aid daimi olaraq ki, istər oyundakı vəziyyətlərə aid, istər ümumi futbola aid, bu söz əslində ona yaraşar. Və komanda oyunu daim dəstəkləyən, komanda oyununda əsas daşlardan biri olan oyuncudur. Əlbəttə. Bunu qoyduq kənara. Bu bir qıraqda qalsın. Bu bir qalsın kənara. Burada David
Kimi seçdi? Silva. David David Silva Silva. seçdi. David Silva inanmıram olacağına. Orada Busquets variantı var. Busquets'i biz canlı David Silva niyə görmüşdük. inanmırsın? Busquets qarışqam mən seçimini eləyim. Yoxdur sözü deyirsən aradan gətir. Busquets-i biz- O da Canlı səni manipülasya görmüşdük. eləməyə çalışır da. Bu sesi canlı görmüş. Aha. Bəli, və Busquets-i orada danışa bilmirdi. Onun üçün inanmıram onda belə qalır. Bəlkə söz verəmədilər. Busquets ümumiyyətlə aslanmanı işləmişəm, amma biz belə bəhanələrdən sonra hər dəfə uduzuruz. Danışanmır. Məncə əslində elə Cavidin ilkdən çıxdaş elədiyi Alcantara çox real namizəd kimi görünür. Səbəb Çünki virtuöz şefidir. Virtuöz orkestra şefidir. Maestro. Mayıs. Çünki adam həm İspanlı, həm Alman məktəbini görüb və Liverpoolda daha sonrasında Barcelona akademiyasında yetişib, Liverpoolda olub. Liverpoolda olub olub. və Bavariyada İştirak oynamış eləyib. adamdır. Kökü də Braziliyalıdır. Kökü də Braziliyalı. Tam olaraq həm məntiq Qardaşı da olaraq. var. Bəli. Qardaşının olması nə üstünlük yaradır? Komanda oyununa uyğundur uşaq yaşda. Tamam. Seçimimizi eləyək. Bəli. Səndə kimdir? David Silva. Məndə Busquets'dir. Allah bu nədir? Görürsən alınmaz. Alına bilməz Tamam. təbii. Son qərarlar. Silva. Krosu o qədər təriflədin. Elə bir Vallahi. tərifləyə bilmirəm. Prostdan xoşum gəlir. Sən bəzən İspanlar çox məntiqli oyunçu deyə bilirsən. Komandaya oynayır. Aha. Heç kim öz adına oynamaqla komandaya faydalı ola bilməz. Belə bir açıqlamamız var. Busquets-dən David Silva-nı seçdik. Bu oyunu artıq həqiqətən oyunuz bacarsız. Mən Həqiqətən tapmışam. bacarsız. Alcantara deyil. İlk olaraq uzaqlaşdırdığınız futbolçumuz deyil. Baxmayaraq ki, o da mükəmməl zəkalı oyuncu idi, qəşəng oyunu yönləndirdi, amma hər halda bu açıqlamanı verməyən oyunçudur. Mənim ora bir çox rahat bir game kimi atdığım 3 İspanın yanındakı Alman da deyil, Toni Kroos da deyil. Qəşəng, gəlmək bu dəfə olar. qəşəng gəldik. Sona qalan 2 variant yarışmazlarımızda seçdiyi variantdır. Busquets-mi, David Silva-mı? Hər də öz fikrimizə belə razısınız seçdiyimizdən, yoxsa kaş o birisini seçərdim hissi gəldi. Hə, Rəsul, gəlməyib səhərə bir şey. Mən rahatam. Sualı verəndən ən birinci ağlıma David Silva gəldi. Qəşəng. seçməyə. Çünki adam neçə illərdir City-də oynayıb, daha sonra İspaniyada oynayıb və ancaq komanda oyunu oynayan və həmişə çox sadə olan insandır. Eyni Çox şeydə skandallar. Busquets'də də var əslində. Busquets-də var, Sadə. amma Sadə. Nə qədər sadə olsa da oynanmıram metroda səyahət edirəm. Ürəklə daha çox bu Dolanginə sözü sadə. deyə biləcək adam David Silva. Aha, mən ona görə də deyirəm ki, David Silva olmaz bu. Tamam. İşte. Çox məntiqli. Keçək. Cavabı keçək. Keçək. Hazırsa cavabı keçək. Keçək. Birbaşa cavabı deyirəm. Bu açıqlamanı verən futbolçu Busquets. Öpərsən əlimi. Bacarır. Bu işi bacarır. Çox Sağ olsun. Çox rahat qələbə oldu. Nə əlaqə? Çox rahat qələbə oldu. Nə vaxt verib bu açıqlama? Vaxtına baxmamışam, amma Busquets verib bu açıqlamanı. Tamam, maraqlı bir açıqlama yenə Rəsulun qalibiyyəti ilə günü tamamlayırıq. Yenə Rəsulun qabiliyyətinə. Yenə təəssüf ki, bu cümləni yenə qururam, amma yenə Rəsul qalibiyyəti. İzləyicilərdən də xahiş edirik yenə bu abunəlik, like məsələlərini həll eləsinlər, rəylərdə bizlə öz fikirlərini bölüşsünlər. Düşünürəm ki, maraqlı bir seriyamız oldu. Növbəti həftələrdə yenə görüşəcəyik. Dostlar, bizi hələ çox görəcəksiniz. Özünüzə müğayət olun. Hələlik. Hələlik.